Beləliklə hamını salamlayıram. Bu günləri keçəcəyimiz mövzu predlog mövzusudur. Predlog mövzusunu çoxumuz əziyyət çəkirik. Bizim üçün qəlizdir. Çətinliklərlə üzləşirik. Qura bilmirik, şəkilçiləri bilmirik nə qoyaq. Bu mövzu amma çox mühümdür. Nə üçün mühümdür? Sual vermişsiniz. Cavabı budur ki, bunun iki hissədən ibarət olduğu bir yönləri var ki, hansı ki bizdən soruşsalar, sən hardasan? Biz düzgün cavab verə bilməyəcəyik. Harda olduğumuzu deyə bilməyəcəyik. Bizə desələr ki, sən hara gedirsən? Biz deyə bilməyəcəyik ki, biz hara gedirik. Onu da deyə bilməyəcəyik. Ona görə ən azından bu iki yönü predlog mövzusunun çox önəmlidir. Bunu bilmək lazımdır. Və ən asan olan tərəfləridir. İndi gəlin biz bunu araşdıraq. Baxaq ki, bunu necə başa düşmək olar. Bunu mən sizə çox asan bir şəkildə çatdırmağa hazıram. Beləliklə, necə deyək ki, mən məktəbdəyəm. Deyirəm, ya mən v içində, tərkibində, v predlogu bir şeyin içində, tərkibində bildirən sözdür. Şkola sözü indi gəlir. Şkola sözü fikir versəz A ilə bitir. Yəni qadın cinsidir. Qadın cinsi ilə bitən bütün sözlər yerimizi bildirdiyimiz halda Y hərfi ilə əvəz olur. A hərfi Y hərfi ilə əvəz olur. Yəni olur ya v şkole. Mən məktəbdəyəm. Ya v şkole. Beləliklə bu harda olduğumuzu bildirən predlogdur. V. Və indi keçək bunun ikinci istiqamətinə. İkinci istiqamət bildirir hərəkəti ki, haraya gedirsən? Deyirik ki, məktəbə gedirəm. Və biz deyirik ki, ya, yenə mən gedirəm. İdci sözü hallananda ki, mən gedirəm olur idu. Yenə v predlogu gəlir və şkola sözü bu dəfə A, yenə qadın cinsində olan sözlər istiqamət bildirəndə U hərfinə əvəzlənir. U hərfi və olur ya, idu v şkolu. Ya idu v şkolu. Artıq siz başa düşdünüz ki, yerimizi bildirəndə qadın cinsində olan sözlər Y hərfi ilə əvəzlənir. İstiqamət bildirəndə qadın cinsində olan sözlər U hərfi ilə əvəzlənir. Bu qədər bəsit. Ya idu v şkolu, ya v şkole. Mən məktəbə gedirəm, mən məktəbdəyəm. Bu qədər bəsit. Bu qadın cinsində olan sözlərdir. İndi gələk bunun kişi cinsində olan sözlərinə. Yer bildirməkdə kişi cinsi də qadın cinsi kimi eynidir. Misal üçün, mağaza sözü, mağazin. Bu kişi cinsində olan sözdür. Necə deyək? Biz, mən mağazadayam. Deyirik ki, ya v magazine. Gördünüz? Burada Y gəlir. Deməli, qadın və kişi cinsində sözlərin olmağına baxmayaraq, biz yerimizi bildirdikdə Y hərfini görürük sözün sonunda. Ya v magazine. İndi isə gəlin istiqamət verək ki, mən mağazaya gedirəm. Deyirik, ya, idu, yenidən idu, v magazin. Burada heç nə gəlmədi. Olduğu kimi qaldı. Beləliklə, kişi cinsində olan məkanlar, obyektlər istiqamət aldıqda biz ora deyirik ki, olduğu kimi qalır. Ya idu v magazin. Я иду, допустим, nə demək olar? Kişi cinsində olan söz, я иду в мечеть. В мечеть. Mən məscidə gedirəm. Я иду в kafeynya sözü qadın cinsidir. Burada artıq olacaq ya idu v kafeynyu. Gördünüz, burada da U gəldi. Amma kişi cinsində olan sözlər olduğu kimi qalır. İndi ağlıma gəlmədi, siz fikirləşsəniz
praktika eləyin, baxın. Olduğu kimi qalır. İndi gələk, belə deyək, bunun na predloquna. Na predloqu bir şeyin üstündə, üzərində deməkdir. Yəni, bir şeyin üzərində. Biz deyirik ki, ключи, amma burada cəmdə demiş olacağıq. Ключи лежат на столе. На столе. Baxın. На столе. Stol kişi cinsdir. Yenə ye gəlir. Çünki biz deyirik harda? Deyirik stolda. Stolun üzərində və olur na stole. Ye. Burada ye gəlir. Amma indi gəlin istiqamət bildirək. Deyək ki, mən gedirəm yenə harasa. Na da istiqamət bildirir çünki. Misal üçün, mən işə gedirəm. Я иду на работу. Я иду в работу deyilmir. Я иду на работу. Mən işə gedirəm. Работа qadın cinsidir. Ona görə sonuna o gəlir. İndi siz artıq bildiniz. İstiqamət bildirən kişi cinsləri olduğu kimi qalır. İstiqamət bildirən qadın cinsləri U hərfi sonunda əlavə olunur. Yer bildirən predloqlar isə hamısı bütün cinslərdə olan sözlər Y hərfini üzərinə götürür. Bu qədər bəsit. Yəni siz bu mövzunu çox asanlıqla, rahatlıqla başa düşə bilərsiniz bu cür şəkildə. İndi bir misal götürək. Misal üçün deyək ki, xalçada, yəni xalçanın üzərində demək istəsək, na kovyor nədir? Kovyor xalçadır, düzdür? Kovyor kişi cinsidir. İndi deyək xalçada, biz dedik kişi cinsinə də, qadın cinsinə də Y hərfi gəlir. Beləliklə oldu nə? На ковре. На ковре лежит кот. Pişik uzanıbdı, misal üçün. İndi gəlin qadın cinsinə bir söz deyək. Yolda. Yolda pişik uzanıbdı deyək. Deyəcəyik ki, doroga sözü yoldur və qadın cinsidir. Yolda, yolun üzərində. Deyirik ki, на дороге лежит кот. Bu qədər bəsit. Gördünüz, artıq siz deyə bilirsiniz. İndi gəlin bunu istiqamət şəklində deyək. Mən deyirəm ki, mən çıxıram yola. Yola çıxıram. Я выхожу на дорогу. Bəli, A hərfi U-ya dəyişir və olur я выхожу на дорогу. İstiqamət. İndi gəlin başqa bir sözləri fikirləşək. Mən sizə sözlər verirəm. Misal üçün, siz mənə özünüz üçün, özünüzü test etmək naminə mən sizə verirəm komnata sözünü. Deyin ki, otağın içində misal üçün çarpayı var, yəni yataq var. Otağın içində yataq var. Bunu deməyə çalışın. Və deyin ki, mən otağıma gedirəm. Və yaxud da otağa gedirəm, fərqi yoxdur. İndi siz həm otaqda mənasını deyəsiniz, yəni otağın içində yerləşən və otağa mənasında deyəsiniz. Bu da istiqamət olacaq. Və beləliklə deməyə çalışın.